Əvvəl paylaşdığım videoda ilk hissə 2-də 2:40 əmsalında hər iki komanda qol vuracaq və oyun 2-5 üst gələcəyini demişdim. Bu da nəticəsi. Düzdür, 2:40 əmsal ayın ikisi oynanılan Selye AEK oyunundaydı. Sadəcə əmsallar tez-tez dəyişdiyi üçün 2:35-ə düşmüşdü. Amma 2:40 əmsal eyni saatda başlayan İngiltərə 1-ci liqasında baş tutan Rotherham-Bradford maçında oldu və dediyim kimi oyun qol-qol və 2-5 üst ilə bitdi. İndi keçək Excel'ə. İlk öncə ayın 1-dən 4-ünə, yəni bugünə kimi oynanan oyunları seçirəm. İndi sizə deyəcəyim əmsalları siz özünüzdə də qeyd edin. İlk hissə 1-də 2:19, 2:31 və 2:38 əmsalları seçirəm. Diqqətlə qulaq asın. Sadəcə ilk hissə 1-də. İndi isə nəticələrə baxaq. Son. 4 gündə bu əmsallarda ümumilikdə 15 oyun oynanılıb və nəticələri. Düz 13 oyun 2-5 üst bitib. Yəni bunlar təsadüf ola bilməz. Bu əmsalları dəyərləndirmək lazımdır. Dediyim əmsalları özünüzdə qeyd edin və arşiv Maçkolikdən izləyin. Əmsalları təkrar edirəm. İlk hissə 1-də 2:19, 2:31, 2:38. Videonu sona dək izlədiyiniz üçün təşəkkür edirəm.